Hər kəs salam dostlar, yepyeni Free Fire videomuza da xoş gəldiniz. Dostlarım, bu dəfəki videomuzda da mənə göndərdiyiniz ID-lər vasitəsilə hesablarınızı puanlayacağım. Əgər növbəti videomda da kim ki hesabını puanlamamı istəyirsə, bu videonun şərh qisminə öz ID-sini yaza bilər. Dostlarım, bu arada videolar həddindən artıq uzun gedir deyə belə qərara gəldim ki, keçən videoda atmış olduğunuz ID-lərin yalnız 30 dənəsini götürün və bu videoya yalnız onlara xal verin. Videonu diqqətlə izləyin. Əgər kim ki hələ də öz hesabını videoda görmürsə, bu videonun rəy qisminə öz ID-sini yenidən göndərsin. Narahat olmayın, tez ya da gec onun da hesabı videolarda görsənəcək. Yəni hər birinizin hesabı bacardığım qədər videolara çıxarmağa çalışacağım. İndi isə gələk günün sualına. Sualımız bundan ibarətdir. SNS oyunçularının təkgüllə üçün ən çox istifadə etdiyi tapança hansıdır? Bilən varsa kommentə yazsın. Görək neçə nəfər düzgün cavab verəcək. İndi isə keçək videoya. Videoya başlamazdan öncə bu tip videoların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olub videolara like atmağı unutmayın. Əgər bu videoya da ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Hazırsınızsa, gəlin başlayaq. İlk şəxsin ID-sini kopyalayıb yapışdırırıq. Online bu arada dostumuz. Buyur, məndən sənə bir dənə like. Dostumuz yeni gələn futbolkanı alıb, qəşəng, pis deyil. Özə bu futbolkanı bəyənirəm, amma mən almaq istəmədim. Çünki artıq kasamda yetərli qədər paltar var, ona görə. Bu divar deseni qəşəngdir, düzdür, boya pasının amma yenə də əladır. Makon deseni, klassik makon desenidir. Boya paslardan heç biri açılmasa da uzun müddət dostumuz hesabı yığır və belə deyək də, yalnız boya pas dönəmində 61 səviyyə olmağı bacarıb. Yəni bu olduqca böyük bir ilərləmədir. Çünki elə hesab var ki, təsəvvür edin dostlar, köhnə elit paslar dönəmindən aktivdir, amma hələ də 60 səviyyəni görməyib. Məncə bu çox gözəl ilərləmədir. İnşallah 70 səviyyəni görərsən dostum. Neçə verək dostlar? 10 üzərindən 5 gələr. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi yapışdırırıq dostlar. Sako adında oyuncudur, köhnə oyuncudur. Artıq profilindən bildim. 66 səviyyədə, baxın bu tip hesabları deyirəm. Normalda bu hesabın səviyyəsi 70 ila 80 olmalıdır. Amma 66'dır. Dostumuz ancaq Evo falan alıb, deyəsən Evo xəstəsidir. İfadələrdən də qəşəngdir, yıxılan taxt ifadəsi var, ürək ifadəsi var. Baxın, bu da qəşəngdir, bir ara otomata gəlmişdi. Keçən ilin əvvəlləri idi, səhv eləmirəmsə. Deməli, hesabında 4 ədəd Evo var dostumuzun. Və bu alt deseni də çox möhtəşəmdir, əladır, bəyənirəm həqiqətən. Yəni bu divar deseni də əladır. Gəlin boya paslar baxaq. Dostumuz birini atmayıb, deyəsən yadından çıxıb ya da bəyənməyib. Köhnə elitlərə baxanda ultrasonik patro editi neçənci elitdən aktivdir uşaqlar? Bilən varsa kommentə yaza bilər. Bu arada əlindəki pompalı da pis deyil ha. Uşaqlar gəlin buna puan verək. Nə verək buna? 10 üzərindən 8. Məncə qəşəng hesabdır dostum. Keçək növbəti ID-imizə. Sahil adında oyuncumuzdur. Hesabı qəşəng görsənlər, düşmə effekti var. Bu desən makron desenidir, bilmirəm, səhv edirəmsə kommentə düzəliş edə bilərsiniz. Ürəkli caz pantolon deseni var. Boya pas deməli, sonuncu boya pasları açıb. Dostumuz deməli, saklı gezəcən rozeti bu vaxt oynayıb. Yəni daha doğrusu bu vaxt başlayıb. Bilən varsa bu neçənci elitdir. Kommentə buyura bilərsiniz. Niyə deyirəm, mən onları əzbərə bilmirəm. Yorumu sizlərə buraxıram. Bu arada Naruto kostümünün olduğunu görürük dostlar. Jujutsu Kaisen'dən qalma kostyum olduğunu görürük. Qəşəng hesabdır, pis deyil. Amma səviyyəsi təəssüflər olsun ki, azdır. Eyb yox, yəni hesabın içərisində olanlara təsir eləmir, amma puana təsir edəcək. Məsələn, normalda 10 üzərindən 7 verəcəyimi 10 üzərindən 6 vermək məcburiyyətindəyəm. Keçək növbəti ID-imizə. Azə Yusif adında istifadəçimizdir. Klan paltarını kuşanan dostumuz əla. Dostumuz hesabında olan paltarları bura düzüb 10 üzərindən 4 gələr. İnşallah dostum hesabın möhtəşəm bir şəkildə inkişaf elədiyi dövrdə puanlamaq qismət olar. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz budur dostlar. Lider adında oyuncumuzdur. Azılı Astro takipçiyəm. Ürəyim sən qara. Baxın, bu tip şəxslər məndən fanım olduğuna görə əlavədən məndən xal qazanırlar. Baxın, düşmə effekti var. Bu MP5 desənlə hələ də mənə çatma düşüşlər. Bu MP5 desəni siz hardan alırsınız? Yəni bilmirəm, mən söz tapa bilmirəm, qoş. Bu necə olur da, yəni mənim hesabımda yoxdur. Ona yaş pulsuz verilir, necə olur mənim hesabımda yoxdur bu. Necə olur, bunu necə alırsınız? Çox maraqlıdır. Düşmə effektimiz var, pis deyil dostum. Hesabım pis deyil. Normalda 10 üzərindən 6 verməliydim. Amma buna verəcəm 10 üzərindən 7. Keçək növbəti ID-imizə. Ravil adında oyuncumuzdur. Dostumuzun TikTok səhifəsi burada qeyd olunub. İstəyirsə keçsəyib takip ata bilərsiniz. Gülmə ifadəmiz var. AKS Max dostumuzun old ifadə var. Pis deyilsən əla. Dostumuz old paltarları burada göstərib bizlər üçün. Ağ saçı var. Əla. 10 üzərindən neçə verək dostlar? Yəni paslara baxaq görək köhnələrdən nə var. Paslara əməli başı bir sıra açıb ha.
Atlı rozeti elə oyuna başlayan kimi pul vurub. Əlasan. Atlı rozeti neçənci elitdir? Kommentə yaza bilərsiniz. Əla, pis deyil. AK'si də maksimum. Hesaba 10 üzərindən 7 gələr. Keçək növbəti ID'mizə. Növbəti ID'miz budur dostlar. Gəldik bura. Dostumuz burada oyundadır. Profil qəşəng durur. Bəli. Hesab pis deyil. Hesab 40 səviyyədir. Qanunsuzu var ha kişi. Halal olsun. Qara gözü var, qanunsuzu var. Yəni əla ilərləyirsən dostum. Yeni başlasan da Azlı Astro Qaqaya YouTube abunə. Əla. Bu da bizim fanımızdır. Problem yoxdur. Hesabın normalda puanı olacaqdır 10 üzərindən 5. Amma sən sırf mənim fanımsan deyə 10 üzərindən 6 verirəm. Keçək növbəti ID'mizə. Nova adında oyuncumuzdur. Çox böyük ehtimal xanım oyuncusudur. Bəli, bəli. Qəşəng hesabım var dostum. 1, 2, 3, 4, bir də 5 ədəd Evon var. Düşmə effektim var. Özü 2 ədəd düşmə effektim var. Biri olddur, biri təzə düşmədir. Əla, pis deyil. 10 üzərindən 7 gələr. Keçək növbəti ID'mizə. Dostumuzun adı nədir? FS Joker adında oyuncumuzdur. 2000 like'a az qaldı. Əla. Dostumuz bu arada profil etsinə qoymayıb. Bax, yenə bu MP5 bunda da var. Çox maraqlıdır, bunu siz hardan alırsınız? Mənə də çatmır uşaqlar. Dostumuz təəssüflər olsun ki, profil etsinə qoymayıb deyə buna tam olaraq puan verə bilmirəm deyə hər ehtimala qarşı 10 üzərindən 5 verirəm. Yəni bilmirəm hesabın içərisində nə var, nə yox. Bu arada dostlar, əgər bura qədər gəlmişsə və hələ də kanala abunə deyilsinizsə, kanala abunə olub videolara like ataraq mənə dəstək ola bilərsiniz. Hansı ki, sizdən maddi bir şey tələb olunmur. Sadəcə bir dənə like atırsınız, bir dənə də abunə olursunuz. Əgər dediyim kimi bu videonun davamını gəlməsini istəyirsinizsə, bu videoya ən az 400 like gəlsin. Mütləq və mütləq 400 like gələn kimi bu serinin davamını gətirəcəm. Əgər kim ki öz ID-sini videoda görmədisə, növbəti videoda görmək istəyirsə, bu videonun komment qisminə öz ID-sini kopyalayıb yapışdıra bilər. Mütləq və mütləq şəkildə çalışacağam ki, ilk 30 ID içərisində sizlərin də ID-sini göstərim. ID həddindən artıq çox olur. 200 ədəd ID atmısınız, təəssüflər olsun ki, mən onu bir videoya sığışdıra bilmərəm. Ona görə belə bir qərar gəldim ki, hər bir videoda 30 nəfərin ID-sini göstərim. Yəni ona görə də narahat olmayın. Bu dəfəki videoda mənim ID-mi göstərmədiyim kimi yorumlara ehtiyac yoxdur. Sadəcə növbəti videoda göstərilmə ehtimalını artıra bilməniz üçün ən azından ID-nizi göndərməyiniz, yəni rəy qisminə göndərməyiniz bəs edir. Bu arada TikTokda şəxsidən də mənə öz ID-sini göndərənlər var. Dostlar, ehtiyac yoxdur. TikTokda mənə şəxsidə göndərməyin. Narahat olmayın. Elə bu videonun rəy qisminə yazın. Bu videonun rəy qismində zaten sizin ID-lərinizi görürəm. Keçək növbəti ID-mizə. Növbəti ID-mizi kopyalayıb yapışdırırıq dostlar. Erox adında oyuncumuzdur. Bu da bizim fanımızdır. Azılı Asra abunə olun, 1K olsun. Bəli, inşallah 1K olarıq dostlar. Dostumuzun hesabı qəşəngdir, pis deyil. Makron deseni var, düşmə effekti var. Əla. Normalda 10 üzərindən 6 verməliydim. Amma sən mənim fanım olduğuna görə və sən mənə paylaşdığına görə öz profilində 10 üzərindən 7 verirəm. Keçək növbəti ID-mizə. Növbəti ID-miz budur dostlar. 7 saat bundan qabaq oyunda olub dostumuz. Dostumuzun hesabına baxaq uşaqlar. Katanalar var. Əla, pis deyil. Bu arada bu yeni açılan hesablarda pulsuz verilir. Boya paslar deməli 12 ayın boya pası burada mövcuddur. Əla, pis deyil. 10 üzərindən neçə verək? 10 üzərindən 5 gələr. Keçək növbəti ID-mizə. Sadov adında bir oyuncumuzdur. Baxın, bu giriş effektini çox bəyənirəm həqiqətən. Çox qəşəng giriş effekti. Bunu yenidən gətirsəydilər alardım mən bunu. 4 ədəd ev olsu var dostumuzun, 1 ədəd atölyesi var. Bu katana çox möhtəşəmdir. Yükləməmişəm deyə məndə görsənmir. Deməli, boya paslara gəlirik. Sonuncu boya pası açıb dostumuz, halal olsun. Köhnə isə zibil Sakura rozeti var. Dostumuz oyun elə başlayandan da oynayır ha. Uşaqlar. Çox əladır, halal olsun. Yəni halal olsun. Təşviş hesablar belədir. Yəni deyə biləcək başqa söz tapa bilmirəm. Ona görə də 10 üzərindən 10 verirəm. Keçək növbəti ID-mizə. Kim bu? Nihat. Yenə like attım. Kürəsəl oyuncusu dostumuz, amma təəssüflər olsun ki, heç nə qoymayıb. Dostum, mən sənin giriş effektivə görə, bir də kürəsəldə olmağına görə puan verə biləcəm. 10 üzərindən 5. Çünki profildə heç nə yoxdur. Uşaqlar, ID incələməsi belə deyək, daha effektivli olması üçün, daha çox puan qazanma ehtimalını əldə etmək üçün profildə mütləq və mütləq şəkildə hesabınızda mövcud olan əşyaların ən azından bir qismini qoyaraq belə deyək də bu prosesi rahatlaşdıra bilərsiniz. Keçək növbəti ID-mizə. Azər Lider adında oyuncumuzdur. Yumruq desən qəşəngdir. Dostumuzun 2 ədəd düşmə effekti var. Baxın, evosu var, 2 ədəd kanunsusu var. 58 leveldir. Burada səviyyəsi azlama hesabında olan əşyalar həddindən artıq çoxdur. 10 üzərindən 8. Pis hesab deyil, qəşəng hesabdır dostum. Keçək növbəti ID-mizə. Növbəti ID-miz bu dostlar, Emen Onkunovun. Deyəsən bunu keçənlərki videoda baxmışdıq. Yox, baxmamışdıq deyəsən. Bilməm, yadımda deyil. Dostumuzun cilet kostyumu var.
Dostumuz adı Salmandır. Bu arada yeni gələn AK-ni al var. Bunun da videosu gələcək inşallah. Paylaşacağım bundan sonra. Deməli, yenicə AK-ni aldım. Bu AK-ni canlıda aldım. Canlıdan görüntüləri paylaşıram ki, canlıda olmayanlar xəbərdar olsunlar. 3 ədəd kanunçusu var. Bütün oyda 1 dəqiqə 1, 2, 3, 4. 4 ədəd ev olsun maksdır. Deməli, pislik olsun. 10 üzərindən 10. Qəşəng hesabdır. Keçək növbəti aydımıza. New Hüseyin. Həyat fani, ölüm ani. Dostlar, niyəsə bu sözü çox görürəm profillərdə. Dostumuzun bir ədəd evosu var. Qəşəng ifadələrim var. Əla, pis deyilsən. Neçə verək dostlar? 10 üzərindən 6. Keçək növbəti aydımıza. Like atdıq dostumuza. 10 üzərindən 4. Keçək növbəti aydımıza. Böyle əlindəki pompalı qəşəngdir dostum. Növbəti aydımız budur. Oo, sıfırdan falan qutarlar. Qəşəng aydıdır. Pis deyil. Free Fire'ı seviyorum. Amma bəzəyən yazıb. Əla detaldır. Bəyəndim. Bu arada uşaqlar, arxa fondan səslər gələ bilər. Nə bilim, quşların falan səsi gələ bilər. Çünki otağımda müəyyən işlər görülür deyə mən konumu dəyişmişəm. Başqa otaqdayım hal-hazırda. Ona görə də arxa fondan gələ biləcək olan səslərə görə üzrlü sayın. Tamam mı? Baxaq hesaba, QSL-də də hesab. 10 üzərindən neçə verək? Paslara baxaq. Elite Pass dönəmdə asılmayıb, amma boya Pass dönəmdə asılsa da bir xeyli dostumuz oynayaraq 67 səviyyəyə çatıb. İnşallah 80 səviyyəni görərsən dostum. Qəşəng hesabda, pis deyil. 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Azılı Astro sevilir. Təşəkkür edəməzdim. Çox sağ ol, Allah razı olsun. Deməli, 3 ədəd mələk şalvarı var. Qəşəng hesabdır. Mələk şalvarı da bəyənirəm. İnşallah gəlsə mən də öz hesabım üçün alacağam. 2 ədəd evosu var. İkisi də 3 level. Əla, pis deyil. Əla. Normalda 10 üzərindən 6 olmalı bu hesabın puanı. Amma sən mənim fanımsan deyə, profildə yazmısan deyə əvvəldən bir xalda verirəm. 10 üzərindən 7. Keçək növbəti aydımıza. Ares Ənkə. Dostumuz ifadələrini qoyub bura. Düşmə effekti var. Əla, pis deyil. 10 üzərindən 5. Keçək növbəti aydımıza. Növbəti aydımız bu dostlar. Niyəsə hamısı zerkalini aydı deyə xoşuma gəlir. Azılı Astro, abunə olub like atmağı unutmayın. Təşəkkür edəməzdim. Bəyəndim səni, əlasan. Yenə bu MP5 desini, uşaqlar, bu MP5 desini siz hardan alırsınız? Mənə heç çatmır. O bütün hesablarda var. Uca 90% hesabda yox, 100% hesablar demək hamısında var. Bir də məndə yoxdur. Çox maraqlıdır. Hardan alırsınız? Məsələn, etkinlik gəlir, mənim xəbərim yoxdur. Nəysə, baxaq hesaba. Hesabda qəşəng paltar var. Yəni birini kuşanır dostumuz burada. Hesab bu elitdən aktiv olur. Elektrik intiqamı rozeti. Neçəncə elit olduğunu özünüz yazarsınız kommentə. Çünki mən bilmirəm. Bilən varsa yaza bilər. Neçə verək dostlar? Normalda 10 üzərindən 5 verilməli idi. Amma sən sırf mənim fanım olduğuma görə mən əlavədən bir dənə də xal üstünə gəlirəm və 10 üzərindən 6 verirəm. Keçək növbəti aydımıza. Gəldik dostlar, növbəti aydımız budur. Baxın, bu MP5 yenə bu dostumuzda da var. UMP var. Özə bu köhnə UMP-dir ha. Onu Craftlandda verirdilər. Uşaq vaxtı onu o qədər almaq üçün o qədər əziyyət çəkirdim uşaqlar. Deməli 4 ədəd Evo var. O M1887-sini pəmbə MP40 var. Yəni bu hesabın Evo'ya ehtiyacı yoxdur. Nə M1887 Evo'suna ehtiyacı var, nə də ki MP40 Evo'suna ehtiyacı. Çünki zaten bunların desenləri güclüdür, pis deyil. Azılı Astrofan, sən də mənim fanımsan. Təşəkkür edəməzdim. Gələk bu dostumuza puan verməyə. Normalda bu hesaba 10 üzərindən 7 verməliydim puanı. Amma sən sırf mənim fanımsan deyə 10 üzərindən 8 verərəm. Keçək növbəti aydımıza. Mələk adında istifadəçimizdir. Zəhmət olmasa like at, xahiş. Problemi yoxdur əzizim, atmışam. Hesabda elə də çox şey yoxdur, amma dostumuz əlindən gələni eləyib. Ona görə də 10 üzərindən 4 gələr. Keçək növbəti aydımıza. Yenə Kali adında oyuncumuzdur. Qəşəng hesabdır. Boya paslara baxırıq dostlar. Oo, əməlli başlı açılıb ha. Ultrasonik parti rozeti. Neçəncə elitdir? Kommentlərə yazın, bilən varsa. Deməli, dostumuzun hesabda əməlli başlı evolar var. Deyəsən sıxışdırmayıb, 8 dənə evo yerləşdirə bilib bura. 3 ədəd kanunçusu var. Əla da əla, hesab fuludur. 10 üzərindən 10. Keçək növbəti aydımıza. Efes Kabus adında oyuncumuzdur. Dostumuz əlindən gəldiyi qədər hesabda olan əşyaları bizlərə nümayiş etdirməyə çalışıb. 10 üzərindən 5. Keçək növbəti aydımıza. Bu AK desən pulsuz versə də qəşəngdir. Görünüş cəhətdən qəşəngdir. Dostumuz əməlli başlı oynayır. Düzdür, boya pas dönəmində açılıb. Amma yenə də qəşəngdir, pis deyil. 10 üzərindən 5 gələr. Yəni əmək var hesabda əməlli başlı. YouTube kanalı var dostumuzun bu arada, Alfa adında. Əla. Hesabımızın içərisində deməli ifadələr var. Dostumuz etkinlikdən aldığı ifadələri yığıb. 2 ədəd, yox, 1 ədəd katanası var. Bu kostyumu da qəşəngdir, pis deyil. Əla. 10 üzərindən 5 gələr. Keçək növbəti aydımıza. Like elədik. Dostumuzu təəssüf olsun ki, günlük bəyəni limitinə çatmışam. Ona görə də like edə bilmirəm, üzrlü sayın dostlar. Hesabın içərisində çox şey yoxdur, amma əldə yığılma hesabı olduğu üçün əladır. Yəni dostumuz yığmağa çalışıb hesabı, pis deyil. 10 üzərindən 4 gələr. İnşallah hesabını daha böyük zirvələrdə görməyə qismət olar dostum. Keçək növbəti aydımıza.
Baxın bu M1014 desənə old oyunçudur bu arada. Qəşəng hesabdır, old oyunçudur. Əla, düşmə effekti var, yumruq deseni var, 3 ədəd evomuz var. Əla, qara bədəni var. Old ifadələrdən varıdır, ürəyi varıdır. Daha nə istəyirik ki? 73 səviyyədə dostumuz 10 üzərindən 8 gələr. Bugünkü videomuzda da bu qədər dostlar. Ümid edirəm xeyirli bir video olmuşdur. Əgər kim ki öz ID-sini bu hesabda görmədsə, narahat olmayın. Bu dəfəki videomuzun da yenə rəy qisminə öz ID-nizi yazın. Məmnuniyyətlə gələn dəfəki videoda çalışacağam ki, 30 ID içərisinə onları da yerləşdirim. Yəni, ay nə bilim, Qaqaş mənim ID-mi incələmədin, Astro mənim ID-mi incələmədi, mənim ID-im qaldı. Dostlar, çox şəxsin ID-si qaldı. Təsəvvür edin, 200 nəfər ID göndərib, mən onlardan cəmisi 30 ədədini incələyə bildim. Çünki həddindən artıq çox uzun gedir, editə də çox uzun vaxt gedir. Həm də izləyicinin vaxtı olmayanda belə izləyə bilsin deyə. Video heç olmasa maksimum 15 dəqiqə olsun, maksimum 20 dəqiqə olsun. Artıq yarım saat, 1 saat falan olsa, yəni istərsəməz izləyici sıxılacaq o videodan. Yəni mən burada sizləri də düşünürəm. Digər YouTuberlar kimi deyiləm ki, video sırf uzun olsun, daha çox gəlir əldə edeyim. Yəni mənim gözüm gəlirdə yox, mənim gözüm əsas izləyici məmnuniyyətindədir ki, siz əsas odur ki, mənim yaratdığım videodan, mənim yaratdığım kontentdən maksimal dərəcədə razı qalasınız. Yəni həm qısa, həm də maraqlı olsun. Özüm bacardığım qədər əlimdən gələni eləyirəm. Montajdır, editdir, bunları da əlimdən gələni eləyirəm ki, video maksimal dərəcədə maraqlı olsun. Nəysə dostlar, bu dəfəki videomuzda da bu qədər. Əgər bu videoda dediyim kimi ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Sağ olun, salamat qalın.